Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində, Binə mərkəzə yaxın dostlar, Doktor Şahin evinin yaxınlığında sizin üçün 4 sotda şəxsi ev. Değerli dostlarımız, evimiz 15'in 15'ədir. Böyük, geniş evdir. Sizə indi ətraflı məlumat verəcəm ki, bu ev bir həyətdə 2 dənə evdir, düzdür. Bu satılmır. Buradan 3 metrlik aralanır, yəni 3 metrlik yol verilir. Evimiz 4 sotda, bu belə bir şəxsi evdir. Qazı, işığı, suyu daimdir. Qazın da sayğacı, işığın da sayğacı, suyun da sayğacı var değerli dostlar. Ev 15'in 15'ədir. Evimizin orta ara daşları belə hörgüsü cüt daşdır. Evimizdeki bu hissədən bölünəcək inşallah. Yəni buradan belə bölünəcək. 4 sotda sizə təhvil verilir bura. Amma necə, yəni inşallah onu kim alsa qonşu yarı yarıya danışıb veriləcək. Qiymət də videonun sonunda deyəcəm dostlar. Sizdən xahişim videonun sonucan izləyin ki, ətraflı məlumatı verin. Burada da evimizin arxa hissəsidir. 2 dənə padval giriş qapısı var. Ora qladovkadır. Su çənidir, zaten hər bir şey yerindədir. Evimiz çox böyük evdir. İndi keçəcəyik. Evin özündən də sizi tanış edəcəm. Evimizin bu söhbətkarı, yəni bu balkonu nəyə desəniz deyər dostlar, həqiqətən də. Yəni burada oturmaq, dincəlmək özü üçün, yəni istirahət eləmək doğrudan da dəyər. Bax gördüyünüz kimi qəşəng. Quşların da səsi. Keçirik evə. Girişdə belə bir geniş holdur dostlar. Həm belə də oturmaq üçün də istifadə edirlər. Sanitar və sanuzeli ayrı-ayrılıqdadır. Bu hissədə bizim dostlar hamamımızdır. Qəşəng genişdir. Burada da bizim ayaq yolumuzdur belə. Değerli dostlar, buradan daxil oluruq zala. Qonaq otağımız çox genişdir dostlar. 8 metrin 4'ə. Yəni geniş zaldır. Və görürsünüz orta kəsib aralar da yəni cütdaşdır. Burada bir dənə belə bir yataq otağıdır, geniş. Bu da bizim ikinci geniş yataq otağımızdır. Evimiz 225 kvadratlıq evdir. Yeni keçək mətbəxlə sizi tanış edeyim. Kombisidir, yəni qazıdır, işığıdır, suyudur, internetidir. Hər bir şey qaydasında dostlar. Bu da bizim mətbəximizdir dostlar. Yəni kamera sisteminə kimi hər bir şey var. Mətbəximizdir dostlar. Bax göstər. Yəni burada pişir, burada da oturmaq olar. Değerli dostlar, evimizin qiyməti 107.000 manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Allah Allah'ını satanda xeyir versin. Sağ olun, var olun.